Photoshopda şəkillərə işıq effekti əlavə etmək necə olur? Onun haqqında məlumat verək. Əvvəlcə sağ tərəfdə laylar olan pəncərə mütləq aktiv olmalıdır. Aktiv deyilsə, Windows ya da F7 vasitəsilə də aktiv edə bilərik. Daha sonra sıfırdan yeni bir lay əlavə etməliyik. Bunun üçün ya aşağı hissədən ikinci əmrə toxunuruq ya da Ctrl-Shift-N düyməsi vasitəsilə sıfırdan yeni bir lay əlavə edirik. Daha sonra poligonal tool alətini seçib şəklin yuxarı hissəsindən aşağıya olacaq formada belə bir fiqur çəkirəm. Uc nöqtələrini birləşdiririk. Daha sonra isə şəklin müəyyən hissəsindən rəng tonu seçimi edirik. Bu formada yaxınlaşıb müəyyən hissədən rəng götürürük. Alt backspace vasitəsilə isə seçilmiş hissəni rəngləyik. Ctrl-D vasitəsilə şəkli aktivlikdən çıxara bilərik. Əgər ölçü tam istədiyimiz formada deyilsə, Ctrl-T ilə ölçünü genişləndirib və yaxud da səmtini də istədiyimiz kimi dəyişə bilirik. Daha sonra isə filtr menüsünə daxil oluruq və buradan Blur Gallery'də ilk əmri seçirik. Seçdikdən sonra bizə belə bir dairə verir. Bu dairəni yuxarıda olacaq şəkildə yerləşdirirəm və ikinci dəfə aşağı nöqtəyə də bir dairə daha əlavə edirəm sıçanın sol düyməsi vasitəsilə. Yuxarı və aşağı hissədən dairələrin bulanıqlığını istədiyimiz qədər tənzimləmək olur. Həmçinin eyni əmri yuxarıdan da edə bilərik. Yuxarının ölçüsü o qədər də genişləndirmə ehtiyac yoxdur. Biraz qalsa kifayət edər. Əsas aşağıdan tənzimləmək lazımdır. Ən sonda isə OK ilə təsdiqlədikdə belə bir kölgə effekti yaratmış olacaqsınız. Hətta bunu Ctrl-J vasitəsilə kopyalayıb digər dairələrə də əlavə etmək olar. Ctrl-T ilə ölçünü genişləndirib və yaxud da kiçildib belə tənzimləmək mümkündür.